Salam bir daha. Mən sizə bu gün CapCut-dan dərslər öyrədəcəm. Məsəl üçün necə edit eləyirlər, necə məsəl üçün video yaradırlar. E, Baxın və dinləyin zəhmət olmasa. Belə ki, New Video sözünə giririk. Məsəl üçün buradan şəkil seçirik də məsəl üçün. Memati ya Polad ya məsəl üçün futbolçulardan seçirik. Seçdik. Vururuq irəli düyməsində məsəl üçün. Sonra gəlirik, məsəl üçün burada sözlər də yaza bilərik də məsəl üçün. Məsəl üçün, tutaq ki, Memati məsələn baş. Məsələn belə bir şey eləyirik. Məsəl üçün burada rənglər var da, rənglər seçə bilərsiniz. Göy var. Məsəl üçün ağ var, nə bilim, qara var. Belə bir şey eləyə bilərsiniz sözləri. Gördünüz? Məsəl üçün qabağa irəli düyməsini basırıq, gəlir bura. Görürsünüz, indi məsəl üçün mən bu bütöv eləmirəm də, nəyə görə? Məsəl üçün öyrədirəm ona görə. Bunu buradan dayandıra da bilərsiniz. Yəni istədiyiniz sözü yaza bilərsiniz. Məsəl üçün, nə bilim, sizin istədiyiniz kimi də yazmaq olar. Sonra burada stikerlər var da, məsəl üçün, hər şey var. Məsələn, effektlər var. Bunu çox adam bilmir, video effekti var. Məsələn, belə bir şeyləri var. Zoom'da indi bu dəqiqə kəşfətə videoları salan şeylərdə, məsəl üçün, belə şeylər. Verdik zoom. Bunu eləyən kimi gördünüz, belə bir şeylər eləyir. Məsəl üçün, lap belə də eləyəndə də. Bu dəqiqə kəşfədə salan şeylərdir, videolar bunlar. Məsələn, belə bir şeylər də var. Gördünüz? Yəni, ümumiyyətlə, belə bir şeylər çox qəşəngdir. Gördünüz? Yəni, sonra, məsəl üçün, aşağı işarəsini görürsünüz, My Video yazılıb. Onun üstünə vurursunuz, bir dəqiqə bu belə. Getdi. Belə bir şey gəlir. Görəcəksiniz. Gördünüz? Fərqi yoxdur, orada seçirsiniz də, görürsünüz, belə bir şeylər. İstədiyiniz, sonra silə də bilərsiniz də, bunu sildiniz. Məsələn, buradan həminki effektlərdən hansı yaxşıdırsa onu seçə bilərsiniz, hansını ürəyiniz istəyir. Mən zoom, məncə zoom yoxdur, bu yaxşıdır məncə. Mənim fikrimcə bu yaxşıdır. Belə bir şey oldu, gördünüz, çox qəşəng oldu. Məsələn, bura yazaq da məsəl üçün. Mənim adım Akşin olduğu üçün buradan seçirik də, məsəl üçün, burada görürsünüz sözlər var. Mən məsəl üçün bunu seçirəm. Strong. Gördünüz, belə bir şey. Show məsəl üçün. Yazırıq bura. Akşin edit. Məsəl üçün, belə bir şey. Yazdıq bura. Biraz balacalaşdıraq ki, qəşəng çıxsın da, məsəl üçün. Buradan işarəni vurduq, təzədən yenə həmin kimi də yenə bayaq necə elədik. Onu belə gətiririk, belə bir şey. Diqqətlə baxın necə çıxacaq. Gördünüz? Orada sözlər vardı, onları da dəyişə bilərsiniz. Sirс belə eləyin, sirs belə eləyin. Gördünüz necə bir. Buradan gəlirik, mahnı seçirik. Mahnı seçək. Məsəl üçün, belə bir mahnı seçək. Bu dəqiqə Braziliya mahnıları hotda olduğuna görə belə bir şey. Gördünüz? Mahnı da burada pulsuz verib. Görürsün, müəllif hüququ da verir. Amma belə bir şey də ola bilər. Gördünüz? Məsəl üçün, belə bir şeylər var. Buradan səsi çoxaldıra bilərsiniz, azaldıra bilərsiniz. Bu belə bir şey.
Video xoşunuza gəldisə, kanalıma abunə olun, like atın, xahiş edin şərhdə yazın. Necə düzəltdim və kim kanala abunə olsa çox xoş olar. Allah köməyiniz olsun, Allah var olsun. Sağ olun.